أجمعين من الآن إلى قيام يوم الدين. أعوذ بالله من الشيطان الرجيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. السلام عليك يا بقية الله يا حجة الله يا سيدنا ومولانا أغثنا وأدركنا انظر إلينا بحق جدتك فاطمة سلام الله عليها. Ya Allah, mövzumuz nifaq və fitnə, 4-cü çıxışımız. Dünənki çıxışda imandan sonra nifaqın yaranması haqqında danışdıq. Yəni, ola bilər bir insan imanla yaşasın, bir dönəmdən sonra qəlbinə nifaq dolsun, münafiq kimi bir dünyadan köçsün. Bu mümkündür. Yəni, mömin olub, münafiq olmaq mümkündür. Keçmişin parlaq olması gələcəyin sığortalamır. Gələcəyi göstərəcək. Necə yaşayacaqsan, nə edəcəksən, o sənə mənə qalıb. Biz ona görə də dua eləyin. Aqibət istəyin Allahdan. Quran buyurur, Āmənu summa kəfəru. Münafiqun surəsindədir. Buyurur, bəzi münafiqlər ilk öncə iman gətirdilər, sonra küfür elədilər. Əvvəl imanla gəldilər, səhnəyə girdilər. Bu bir mənada xətər zəngidir. Xətər zəngidir. Ki, iman əhli özün qorunmalıdır və qorxmalıdır, narahat olmalıdır. Ələl-xüsus axiruz zamanda bir dəqiqə insan münafiq olar. Qəfil imandan çıxar. Dünyanın hadisələri elə cərəyan edir, insan imanını əldən verər. Əxlaqi nifaq, etiqadi nifaqa gedən yoldur. Əxlaqi nifaq, etiqadi, ideoloji nifaqa gedən yoldur. Və dünən gecə ona toxundum. Hətta əxlaq alimlərinin bir sözünü dedim sizə. Etiqadi nifaqın kilidi yalandır. Vədə verir, yalan, söz deyir, yalan, insanları aldadır, yerli, məsələn, bir var, belə deyir, buna da bəraət qazandırmır, amma adam var, o qədər adət eləyib yalan danışmaq, heç xeyri oldu, olmadı yalan danışır. Bir astanasındadır nifaqın, etiqadı nifaqın astanasındadır. Müğayət olsun. Yəni, nifaq tədricən pillə-pillə yarana bilir. Tədricən pillə-pillə yarana bilir. Asta-asta münafiqləşir. Asta-asta öz portretini çəkir. Nifaq portretini. Bir də rəsmi çəkmək üçün zaman lazım olur da. Bir aya görsən çəkir. Bu, məsələ, 5 aya, 1 ilə, 10 ilə öz portretini, nifaq portretini çəkməyə başlayır. Hədis istəyirəm sizə Əmirül Müminindən, əleyhissalamdan. İnnən nifaqə, baxın, nifaq, Əmirül Müminin buyurur, həqiqətən nifaq, yəbdəu lumzətən səvda. Nifaq ilk öncə bir qara nöqtə olar. Gələr düşər qəlbə. Qara nöqtə. Əxlaqi nifaq bir nöqtə kimi düşür. Nöqtədən başlayır hər şey, sən demə. Sonra nə deyir? Fəkulləmə izdadən nifaq. Sonra artır. Zadə zalikə səvda. Bu nifaq artdıqca qara da artır. Oradan nifaq, oradan qaralıq. Qəlb asasda elə bir ki, qaralmağa başlayır. Fəizə istəkmələn nifaq. Elə ki, nifaq gəldi, pik həddə yetişdi, isfaddəl qəlb. Qəlb olur qaranlıq. Nifaq zirvəyə yetişəndə zülmət qəlbi bürüyür. Qəlbdə zərrə qədər nur qalmır. Çox sadə. Zərrə qədər nur qalmır.
Hətta Qurandan bir dənə ayə deyim sizə, nur qalmırdan. Adamın nuraniyyəti gedir bəzi vaxtlar. Çəkilir. Deyir ki, qiyamət günü münafiqlər, ayə baxın, yevmə yəqulul münafiqun. Qiyamət günü münafiqlər deyər. Təkcə münafiq kişilər, yox, vəl münafiqat, münafiq xanımlar. Hər ikisi, hər ikisi. Görüm, yetişsəm tarixdə o bir-iki dənə yerə toxundum, münafiq xanımların fitnəsi. Gələk buralara toxunaq. Olanda böyük zərbəsi olub. Deyir ki, yevmə yəqulul münafiqunə vəl münafiqat, münafiq kişilər, münafiq qadınlar, qiyamət günü, ləzinə əmənu, iman əhlinə nə deyər? Unzuruna, nə olar bizə baxın, bir dənə bizə üz çevirin. Üzünüzü bir dənə çevirin bizə. Nə üçün? Nə istəyirsiniz? Nəqtabis min nurikum. Nurunuzdan istəyirik biraz. Nə cavab gələr? Qeyl, irciu, varakum. Gedin dünyaya. Nurun mənbəyi dünyadır. Oradan gətirməmişsən, burada istəyirsən. Gedin ora, gedin ora. Fəltəmisi nuran. Gedin oradan nur götürün, gələrsiniz. Biz sizə nur verən deyilik. Öz süfrəndə əyləşdirsən. Özün öz süfrəndə əyləşirsən. Etiqadı, o əməli süfrəndə, əxlaqı süfrəndə əyləşirsən. Nədirsə o, buyur. Xülasə, insan özə nəzarət eləməlidir. İnsan özə nəzarət eləməlidir. Baxmalıdır. Diqqət eləməlidir. Hələ at başını necə yaşayırsan, yaşa. Bir də gördün, insan getdi, bədbəxt oldu. Öz-öz nərdən baxır ki, hardan ara gəldim? Hardan ara gəldim? Asla-asla, tədricən. Çox belə çətin deyil. Düşün, görəcəksən necə oldu. Şəms Təbrizinin əsərlərinin birində də təmsildir. Şəms Təbrizidən deyirəm. Əsərlərinin birində də təmsildir. Deyir, bir bənna ev tikir. Bənna da bir dənə ev tikir. Özü üçün. Təmsildir də, deyir, sonra tikib qutarandan sonra bənna bina ilə danışmağa başlayır. Nə deyir ona? Deyir ki, səndən xahişim var da, mən sənə tikmişəm, səndən bir xahişim var, buyur. Elə ki, viran oldun, çökdün, çökməmişdən qaba bir dənə mənə xəbər elə, mən çıxım evdən, sonra çök. Mən də sənə tikmişəm, zəhmət çəkmişəm. Haçan çökəcəksən, bir dənə mənə dik qabaqdan bir 2 gün, mən çıxım bayra, düş, çök yerə də. Məndən işin olmasın. Razılaşırlar, deyir. Bənna bina ilə razılaşır. Bir uzun müddət keçir. Bəlkə də bunun yadından çıxıb ki, bina da çökərmiş. Əvvəldə yadında idi, ev çökə bilər. Bəlkə də yadından çıxıb, ev çökər. Ortalarda elə olur ki, evin bir qırağından biraz bir kəsək düşür yerə. O kəsək düşən kimi, Şəms Təbrizi deyir ki, bu bənna tez qaçır ora, bir dənə balaca bir daşı qoyur, malanı vurur, görür vəziyyət yaxşıdır. Üstündən 2 gün keçir, o tərəfdən bir dənə kəsək düşür yerə. Tez qaçır, orada bir dənə mala, oranı da malaladı. Malalamaqdır da. Malaladı. 3-cü gün o tərəfdən necə düşdü, oranı getdi, vurdu. Hə, belə. Zaman gəldi, keçdi. Ev çöktü. Çöktü, bu altında qaldı. İndi bu danışır bina ilə təzdən. Deyir, mən niyə demədin? Deyir, nəyi? Deyir, biz danışmamışdıq ki, ya çökəndə, viran olanda mənə deyəcəksən. Ev deyir ki, ağzımı açmağa qoydun ki. Elə ağzımı açdım ki, istəyim deyim, çökəcəm, tez malaladın. Mən neyiniyim? Mən bu tərəfdən qışqırmaq istəyəndə oradan səsimi boğdun. Mən bu tərəfdən danışmaq istəyəndə burada qabağımı aldın. Şəms Təbrizi bu misalı çəkəndən sonra mövzunu gətirir başqa istiqamətə, mən başqa istiqamətə aparmaq istəyirəm. O gətirir bu istiqamətə ki, insan yaşayır, ortada xəstələnir, xəstələnəndən sonra gedir bir dərman, iynə, sağaldır özünü. Sonra başqa gün, 5 gün keçir, 1 il keçir, yenə xəstələnir, yenə dərman, iynə, sağaldır. Yadından çıxır ki, öləcək. O qədər ölməyib, elə bilir ki, ölməyə qonşuya aiddir. Ölməyib baxı bu. Təcrübə eləməyib də, bu ölməyib. Bu elə bilir ki, bu ölməyəcək də. Belə bilirsə, soruşsun, deyəcək, mən öləcəm. Öləcəksən?
İndi hamımız başımıza elə, hə, öləcəm. Amma bəzən elə bir qafildir, elə bir ölməyəcək. Sən qonşuya aiddir, qonşu bastırırlar, məni bastırmayacaqlar. O dərmanı ilə elə bir malalayır evi. Amma bina bir gün çökəcək. Mən başqa istiqamət aparıram. Bəzi vaxtlar hadisələr səndən danışır. Bir kəs səni nəsihət edir. Vicdan hayqırır. Bir hadisə, situasiya baş verir. Həmən vəziyyət səndən danışır. Bir dəfə gəl, sən nəsihət edir, o bir cür danışır. Axşam da yatanda vicdan danışır. Səs gün içindəsən maşallah. Hamı danışır. Bu neyir? Bu imkan vermir axı. Hadisələri görür, ibrət almır. Deyir, mənə adəti yoxdur ki. Görsən, moizə etsən, vurur o birisinə. Deyir, sənə deyir ha. Birbaşa ona aiddir ya. Deyir, sənə deyir ha. Demirə, mənə deyir. Hadisə görür, yandakini öləcəksən ha. Demirə, öləcəm. Sən də öləcəksən də. Deyib, dərs alıb, bunu öləcəksən. Özü 100 bundan artığını eləyir. Demir, özümü öləcəm. Hadisələr çıxır, deyib, başqasına aiddir. Vicdan qışqırır, cavab verir tez bozur. Mənə niyyətim bu deyildi ki. Mənə tam başqa niyyətim olur. Vicdanı bir cür susturur. Nəsiyyət edən gələ bir söz deyir, İnşallah başlayacağım. Qardaşım birdən başlayacaq. Belə. Elə bir ora sökülür, oranı vurur palçıqla, buranı. Bir də bina gəldi, çöktü, yerdə də cənazəni aparırlar. Cənazə gedir, deyir, orada insan ruhu hərdən baxır, pərdələr çəkilir, öz cənazəsini görür və indi orada qışqırmağa başlayır ki, ilahi, məni geri qaytar, deyirlər, da bitdi. Geri qaytar nədir? Geri qaytar nədir, qardaşım, bacım? Mümkün deyil ki. Ona görə İmam Hüseyin əleyhissalam buyurur, İmam Hüseyin'dən bir dənə hədis istəyirəm, eşidin. فَإِيَّاكَ أَنْ تَكُونَ مِمَّنْ يَخَافُ عَلَى الْإِبَادِ مِنْ ذُنُوبِهِمْ وَيَأْمَنُ الْعُقُوبَ مِنْ زَنْبِهِ. Olma o kəslərdən ki, başqasının günahını görürsən, narahat olursan, amma öz günahını görüb narahat olmursan. O başqasının elədiyini sən deyirsən, ona narahat olmursan, başqasına narahat olsan, İmam Hüseynin sözüdür. Sonra deyir, la yuxdəu ən cənnətihi. Allaha aldıb cənnətə gedə bilməzsən. Və la yənalu ma indahu illa bita'atihi. Allaha gedib çatan yol, həqiqətə qovuşmaq istəyirsənsə, yolu itaətdən keçir. Nəsə özü o vaxt ayır. Yaxşı. İndi bir də münafiqdən hədis deyim. Əl-münafiq li nəfsihi mudahin və ələn-nasi ta'in. Hədisə baxın. Deyir, münafiq özünə qarşı güzəşt əhlidir. Başqalarına nisbət tələbkardır. Münafiq xüsusiyyəti budur. Özünə qarşı güzəşt əhlidir. Neynədimi? Başqası ondan 5 dəfə aşağı iş görsə, tələb eləyir ondan. Bu münafiqin xüsusiyyətidir. İttifaq əhlinin xüsusiyyətidir. Mövzumu biraz da aparıram qabağa. Tarix və ayələrə. Ümumiyyətlə, insanda hansı boşluqlar olur ki, həmən boşluqlar nifaqla dolur. İnsan nə var ki, insan münafiq olur da, sual belə. Elə düşünək də hamımıza. Burada 3 dənə amil var. Bu hamısı bugün deyəməyəcəm, amma adlarını başlamışam, deyirəm sizə. 3 dənə amil var ki, səbəb olur ki, nifaq insan qapısını döysün. Nədir olar? 1. İdeoloji, 2. Psixoloji, 3. Əməli problem. Bu 3 dənə səbəbdir ki, insan bunlarda büdrəsə, münafiq olacaq. Bu bir qaydadır. Büdrəsə, münafiq olacaq. Mən başlayıram əməli problemdən. Əməli problemdən. İnsan ilahi buyruqlara, öhdəliklərinə qarşı laqeyd olur. Əməldir də.
Etməlidir, etmir. Bugün işin görməlidir, görmür. Deyir, sabah eləyəcəm. Bu fikirləşmir ki, sabahın öz işi var. Hər gündən bir dənə veriblər sənə. Sabahki gün başqa gün deyə, onu bura qatma. Sən hər gündən dünyada bir dəfə yaşayırsan. Bugünün sübh vaxtını bir dəfə verdilər sənə. Həyatında bir dəfə verdilər sənə. Daha bir də bu sübhə qayıtmayacaqsan. Hər saatdan bir dənə verirlər sənə. İnsan öhdəliklərini icra eləmir. Laqeyddir, şərii vəzifələrlə nisbətən səhlənkardır. Bu cəhət insanı get-gedə nifaqa sürükləyir. Necə? Boyuna düşənləri eləmir. Niyə eləmir? Niyə? Cavab. Çünki nəfsi istəklərinə uyğun gəlmir. Məsələn, rahat tələblik. Səbəbdir ki, öhdəliyin nəsin? Rahat tələbliyin bir dənə xüsusiyyəti var. İnsan özü nizama sala bilmir. Proqram qurub yaşayamır. Rahat tələbliyin bir xüsusiyyətlərindən biri budur. Hə, başlayacağım. Halbuki o qədər bunda istedadı var. Nizama salsaydı, nələr eləmişdi. Nələr eləmişdi. Həyif, təəssüf. Egoizm, vəzifə sevgisi, bunlar səbəbdir ki, insan öz öhdəliklərini icra eləməsin. Onu Quranda ayda وَيَدَعُ عَنْهُمْ إِسْرَهُمْ وَلَغْلَالَ الَّتِي كَانَتْ عَلَيْهِمْ Peyğəmbərlər gəlir ki, qandalları atsın. Qandallar, zəncirləri atsın, aya baxın. Yükləri götürsün. Ne üçün? Nədir zəncir, nədir qandal? Rahat tələbliyi bəzən bir zəncir dayağı var. Vəzifəyə olan iş qandaldır. Egoizm bir cür. Açırlar ki, sən edə biləsən. Bugün sabah eləməyəsən. İlk öncə insan bildiklərini eləmir. Proses belə gedir. Əməli problem nifaqa qeyir çıxır. Öhdəliklərini etmir, öhdəliklərinə nisbət səhlənkardır. Etməməli işlər edir. Vicdan qışqırır, amma qulaq asmır. Axı bir yanında etmir. İçərdən də sıxılır. Axı vicdan deyir, niyə eləmirsən? Vicdan qavalına bir dənə bəhanə qoyur. Bəhanə məsələn nə? Burada nə var ki? Eləmədim də. Bu ola bilməz. Belə şey olur. Allah belə şey deyər. Niyə demir ki? Etmək istəmir deyənə vicdana deyir, et axı. Vicdanı susturmaq üçün bəhanə gətirir. Bax, bəhanə. O prosesi insanşünaslıq deyən mövzu hələ ki. Proses içəridə belə gedir. Bir dönəmdən sonra nə olur? Bir var etmir, bir də var deyir ki, kim deyir bu həqiqətdir? Həqiqət olduğunu qəbul eləmiş. Deyir, Allah belə söz deməz, məsum belə söz deməz. Süzə səhv məlumatdır. Bu yanlışdır. Etmədi, axırda nə edir? Axırda deyir ki, yox, belə şey olur. Allah belə şey deməz. Allah deməz, sələm olmaz. Niyə? O da bir qazancıda deyir. Verir. Bu bəladır ya. Bir var, adam bir özü günah eləyir, özü günah eləyir. Buna edir zəifdir, özü ilə mübarizə aparsa. Bundan pis bir üstünədir. Bunu başlayır dini rəng verməyə. Deyir, Allah belə deməz, Quran belə deməz. Sən Quran oxumusan, sən Quran bilirsən, adama deyərlər. Allahın adından danışırsan. Belə insanların dönüşü çətindir. Nöqtə dedim azsa. Belə insanların dönüşü çətindir. Bir dönəm həqiqəti icra eləmir, bir dönəmdən sonra deyir, bu kim deyir, həqiqətdir, bu həqiqət deyil. Get-gedə nə baş verir? Həqiqəti dərk eləyə bilmir. Bədəl budur. Daha düz nədir, səhv nədir, onu dərk eləyə bilmir. Dərk etməyə qabiliyyəti itməyə başlayır. Normalda əvvəl dərk eləyə bilərdi, rahat idi. Allah mizan verib, tərəzi verib üçün. Amma daha dinləmir, dərk eləyəmir. Düzü, səhvi dərk eləyənmir. Haqqı, batili dərk eləyənmir. Şəri, xeyri dərk eləyənmir. Buna Quran məntiqində təb deyirlər. Təbəə. Kəlməsi Quran-ı Kərimin terminidir. Lüğəvi mənası nədir? Lüğəvi mənası budur. Bir dəmiri o qədər döyərsən. Axırda bir dənə forma verərsən. Allah Quranda buyurur, fətubiyə alə qulubihim. Qəlblərini bir dənə formaya saldılar.
Bir vəziyyətə saldılar. Biraz da açım. Münafiqlər haqqındadır bu ayə. Qəlb həqiqəti eşitmək, hiss etmək, duymaq qabiliyyətini tədricən əldən verir. Bu halətə ərəb dilində deyirlər təbə. Fətubiyə alə qulubihim budur. Artıq qəlb get-gedə həqiqəti qəbul eləyə bilmir və yaxud həqiqəti eşitmir, həqiqəti hiss eləmir, həqiqəti duymur. Buna ərəb dilində deyirlər fətubiyə. Başa düşürsən? Həqiqəti duya bilmir. Çox maraqlıdır. İndi ayəyə baxın. Fətubiyə alə qulubihim fəhum la yəfqahun. Münafiqlər haqqındadır. Deyir, qəlbləri bir hala düşdü ki, daha təfəkkür eləyə bilmirlər. Fəhum la yəfqahun. Fiqh kəlməsi, fəqih, fiqh. Ərəb dilində dərin düşünməyə deyirlər. Qəlbləri o günə düşdü ki, dərin mövzuları təfəkkür eləyə bilmirlər. Bir dönəmdən sonra bu da axırı. Dərin mövzuları düşünə bilmirlər. Dərin düşüncələrdən məhrumdular. Yalnız zahiri mövzuları deyirsən, anlayırlar. Adam var, sözü deyirsən, göydə tutur. Hə? Bu dərin mövzuları dərk eləyə bilmir. Qəlbin halı budur. Fətubiyə. Qəlb gəldi, bu günlərə qaldı. Ona görə deyir ki, bir dənə hədisə baxın, deyir, xislətani la yetiştəmiyyəni fil münafiq. Münafiqdə 2 dənə xüsusiyyət mümkün deyil. Nədir o? Fiqhun fil İslam. Heç vaxt münafiq insan dərin düşünə bilmir İslamı. İslamı dayaz bilir, dayaz da təbliğ eləməyə başlayır. Münafiq insan İslamı köklü anlaya bilmir. Köklü şəkildə. Dərin yox, səthi. Bir 2 dənə ayə oradan, buradan oxuyur, başlayır bunu eləməyə. Quranın möhtəvası ilə dalaşmağa, dindən mübarizə aparmağa. Deyir, mümkün deyil. Xəslətan, la yetiştəmiyyəni fil münafiq, fiqhun fil İslam. İslamın dərin mövzularını anlaya bilir. Məsələn, möcüzə boş şeydir. Möcüzə nədir? Müqəddəslik anlayışı nədir? Qeyblə bağlı mövzuları danışırsan, deyir ki, qeyb var səndə. Nə var elə bu dünyadır? İmanın şərti deyə qeybə iman. İmanın şərti qeybə imandır. Yəni, qeybi al insandan, mömin deyil yəni bu adam. Yəni, bu İslamın əlifbasıdır qeybə iman. Təsəvvür edirsən, bu özünü bir İslam alimi kimi təqdim eləyir. Deyir, qeyb boş şeydir, müqəddəslik boş şeydir, möcüzə boş şeydir, o boş şeydir, bu boş şeydir. Niyə? Xəslətani la yetiştəmiyyəni fil münafiq. Münafiq heç vaxt 2 xüsusiyyət var, onda cəm ola bilməz. Fiqhun fil İslam. Dərin İslamı anlamayacaq. Ona görə o insandan dərin İslamı soruşma. İkinci nədir? Husnu səmtin fil vəcih. İslamla bağlı dərin düşüncəsi olmaz. Bu öz yerində doğru dürüst üslub tutub yaşamaz heç vaxt. Həm təfəkkürü yanlış olar, həm tutduğu yol səhvdir. Nəticədə insanları da uçuruma aparır. Deməli, qəlbin bir halı var. Təbəə. Nədir o? İnsan dərin düşünə bilmir. Bu nə zaman yaranır? Bu o zaman yaranır ki, insan həqiqəti eşidir, əməl eləmir. Bir dönəmdən sonra, bax bu get-gedə səbəb olur ki, artıq deyir, bu həqiqət deyil. Get-gedə insanın qəlbinin haləti bir yerə yetişir ki, daha dərin mövzuları dərk eləyə bilmir. Sonra nədir? İkinci mərhələ nədir? Buyurur, nətbə'u alə qulubihim. Ondan da qabaq. Təbə'allah alə qulubihim fəhum la ya'ləmun. Qəlb deyir bir müddətdən sonra la ya'ləmun olur. Demir, yəfqəhun. La ya'ləmun. Yəfqəhun dərin düşünməkdir. İndi burada Allah Teala deyir ki, elə bir yerə yetişib ki, daha nə ki dərin mövzuları anlamır. Heç adi səthi mövzuları anlamır. Səthi mövzuları anlamır. Dərinliyə getməyə, elə səthi mövzu anlamırdı artıq. La ya'ləmun. Biraz danışsan, başa düşülən mövzuda o başa düşə bilmir. Ondan da bir pillə aşağı budur. Nətbə'u alə qulubihim fəhum la yəsməun. Haqqı eşidə bilmir. Nə deməkdir bu? Bəzi mövzular var, dərindir. Təfəkkür eləmək lazım. Bəzi mövzular səthidir. Biraz düşünsən, həll olar. Bəzi mövzular var ki, lazım deyil onu düşünəsən saatlarla. Hələ eşitsən kifayət edir. Hiss olunacaq həddədir. Münafiq gəlir, bir yer yetişir ki, hiss olunası mövzunu da belə hiss eləyə bilmir. Bu qəlbini aldı.
eşitmir. Allah Quranda buyurur: "Lav kunna nesma'u na'qil və ma kunna fi ashabis sa'ir." Deyir, kaş eşidəydik, ya düşünəydik. Əgər eşitsəydik, düşünsəydik, ağlımızı işə salsaydı bu ikisindən birini, bizim cəhənnəmdə nə işimiz vardı? Biz nə eşitdik, nə düşündük. Bu artıq zirvədir. Summun, bukmun, umyun, fəhum la yərciyun. Münafiqlər haqqında ayədir Quranda, Bəqərə surəsində. Olur kör, lal, geri qayıdışı yoxdur. Deyir ki, məsələn, Yezdə lənətdirmə, deyirsən, niyə? Deyir, bəlkə tövbə eləyib. Summun, bukmun, umyun, fəhum la yərciyun. Kördür, laldır. O geri dönüşü yoxdur. O hara qayıtacaq? Onun qayıtmağa yeri yoxdur ki. Amma ola bilər insan hələ o həddə yetişməsində, lap zirvəsindir də söhbət. Amma ola bilər bir insan hələ bir ortalardadır, oradan qayıtmaq mümkündür. Amma nifaqın bir xüsusiyyəti var ki, gəldi çatdı zirvəyə. Çünki nifaq get-gedə dərinləşir. Qurana baxın, fi qulubihim mərəz, fəzadəhumullah mərəza. Münafiqlər haqqında deyir, qəlbləri xəstələnib, xəstəlikləri artacaq günbə-gün. Belə insanlar ki, daha gəldi, nifaqın pik həddinə çatdı, nəticə bilsin nədir? Haqqı eşidənə daha da azanlaşır. Ayəsini deyim. İzə ma unzilət surə. Elə ki, bir surə nazil olurdu. Münafiqlər, möminlər deyirdi, imanınız artdı. Özədə heç eləmirlər. Buna heç təhsil eləmirdi. Sən iman artdı. Əmməlləzinə fi qulubihim mərəz. Amma bu xəstə münafiqlər, qəlbi xəstə olan münafiqlər fəzadəhum ritsən ilə ritsihim. Çirkinliklər daha da artmağa başladı. Daha da məriz oldular. Ona görə deyirlər ki, 10 il sonraki münafiq 10 il öncəki münafiqdən daha xətərlidir. Çünki dərinləşib. Çox xətərlidir. Ölənə yaxın daha da dərinləşir. Yaxşı. Get-gedə insan azğınlaşır. Əl-Əlisanın bir sözü var, Nəhcül Bəlağada deyir ki, ərəb cahiliyyət dönəmində bir qadını bir nəfər, məsələn, ərəb vursaydı, tutaq deyir, çomaqla vursaydı, daşla vursaydı, deyir, o nəslini həmişə qınıyardılar, məsələn, balalarında ki, sənin babon, ulu babon, qadını əl qaldırıb, ha. Təsəvvür edirsən, amma gör, bunlar nə qədər tənəzzül elədilər ki, Həzrəti Zeynəb salamullah aleyha, Əhl-i Beytin bir parçasını vururdular. Nifaq dərinləşəndə insan o yerlərə yetişir. Nifaq dərinləşəndə, zirvəyə yetişəndə o yeri. Amma ondan biraz aşağı mərhələ olanda qayıtmaq mümkündür. Biraz iradə lazımdır, iradə. Yəni, ola bilər bir insan nifaq ortalarda da hələ dönüş nöqtəsi olsun, qayıtsın Allahın yoluna. Nəyə bənzəyir? Bir insan çox yorulub, yatıb, çox yorulub, gün ərzində işləyib, yatıb, indi onu oyadırlar, oyanıb, səsi eşidir, amma qalxa bilmir. Burada nə lazımdır? Burada bir dənə bu lazımdır ki, özünə güc gəlsin, əzm, iradə göstərsin, qalxsın. Bax, nifaq ortalarda imana qayıda bilər. Əgər əzm iradəsi olsa. Amma elə ki, gəldi çatdı pik nöqtəyə, mümkün deyil. Zirvəsindədir artıq. Siz Yusuf Peyğəmbərin filminə baxmısınız. Orada bir personaj var ya, Alixmahu. O bütpərəstlərin başı. O, axıra yaxın ki, zəlli günə qalır. Yusuf ki, izzət tapıb. Hardan hara gəldi də, məsələn, biri haradaydı, hara düşdü. Biri quyudan gəldi, hara. Deyir, bilirsiniz, Züleyha da ki, qocalmışdı, gözləri də kör olmuşdu. Orada bir səhnə var, indi Züleyha da gəlir, bu Alixmahu da gəlir. O bütpərəstlər də gəlir. Baxa bilərsiniz o səhnə, yadınıza düşər yəni ki. Orada gələndə Yusif kör gözünü açır Züleyhanın.
Hamı təşvişə düşür ki, la bu nədir? Yəni biraz bundan qabaq kör idi, amma Yusifin duası ilə kör göz açıldı. Bunun gözü açılandan sonra gəlir Alixmaxuya Yusif peyğəmbər deyir ki, bəs indi nədir vəziyyətin, nə deyirsən? Bax, gözləri də açıldı bir körün. Cavab üstünə verir, deyir ki, mən zirək adamım, mən aldada bilmərsəm, axmaq deyirəm. Yusuf peyğəmbər ona deyir ki, bir ömür boyu ki, nadanlıq eləmirsən, cəmiyyəti azğınlığa aparmısan, bu nadanlıq səni lal eləyib, kar eləyib, kör eləyib. Sən qayıtmazsan. Alixmaxu deyir ki, bəlkə elə əvvəldən bu kör deyildi, oyun qurmusunuz. Bir insan ki, haqq həqiqəti qəbul eləmək istəmir, minlə şək şübhə gətirəcək. Deyir, yaxşı. İndi bax, bu qocadır, deyir, hə. Bu cavanlaşdırsam nə deyirsən? Amma orada bir dənə də bütfərəs var. Kinoya baxın, o xüsusi belə qulaq asır Yusifə. O da bir başqa personajdır. Rejissor işləyib yaxşı. O belə diqqətlə qulaq asır. O hələ eşitmək istəyir. Bu qulağı kardır, gözü kördür. Körün gözü açılır, bunun gözü açılmır. O birisi biraz belə diqqətlə baxır, biraz ayılmaq istəyir elə bil. Amma elə bil hələ tam yuxudan gözü açılıb, qalxmaq lazımdır. O sübh namazında olur bəzi adamlarda. Gözü açılıb, amma bir dənə sübh qalxıb qılamır. Axır güclə, bəla ilə bunu bir yarım saatdan sonra bunu axır qaldırırlar. Bu kişi, ya bu xanım bir dənə sübh namazı qılacaq. O da belə də qırğın, bütün nəsə, hamı oyanıb bir dənə bu qalıb. Keçək oradan. O orada diqqətlə baxır. Alixmaxuya Yusuf peyğəmbər deyir ki, indi bax, bu qocadır, deyir, indi bunu cavanlaşdıraq. Dua eləyim, Allah cavanlaşdırsın. Yusuf peyğəmbər qurban olum, nədir ki onlar üçün? Dua eləyir, Züleyha cavanlaşır. Cavanlaşanda Alixmaxuya deyir ki, indi nə deyirsən? Heç nə. Mən dönən deyiləm, yəni. Summun, bukmun, umyun, fəhum, la yərcim. Möcüzə də görüb iman gətirmir. Amma həmən o adam ki var orada bir dənə də bütpərəst var idi, o keçir qabağa deyir, Yusif, deyir, bəli. Ey Allahın nəbisi, mənə qəbul eləyərsən? Deyir, bəli, bəli, sən qəbul eləyərəm. Gəl keç bir dəfə. Fikir verdiniz? Biri qayıda bildi, biri heç qayıda bilmədi. Heç qayıtmamağın təməli bir sünnədir. Haqqı eşidib qəbul eləməyəcəksən. Gündə bir dənə bəhanə gətirirsən. Adam görmüsünüz, söz deyirsən, imkan vermir ki, sənə düzü ispat eləyəsən. Belə insanların aqibəti biraz xətərlidir, biləsiniz. Nə deyirsən, söz deyir, ha. Nə deyirsən, söz deyir. Nə yalan deyir, düz demir, təkim mən uduzmayım. Bu insanın aqibəti çox xarabdır. Buna görə İmam Rıza aleyhissalam buyurur ki, mən ləm yəxif, mən ləm yəxafillah fil qəlil, ləm yəxafhu fil kəsir. Balaca günahlarda, xətalarda qorxmayanlar böyük xətalardan qorxmazlar. Sən xırda günahından qorxmursansa, böyük günahda da qorxmayacaqsan. Başa düşdünüz? Sən xırdanı çox rahat edirsənsə, böyük də eləyəcəksən bir vaxt. Müğayət ol. Bizim böyük aliflərdən biri Mələki Təbrizi deyirdi, zülmətdən zülmət doğar. Müğayət olun. Getdiyi məclis zülmətdir. Zülmət doğar. Seçdiyin dost rəfiqə zülmətdir. Qəlbində nur olmaz. İndi bir dənə Kərbəladan misal çəkim sizə. Ömər Səd o Kərbəla çölünə gələndə, tarixdən deyirəm sizə, əvvəl planı bu deyildi ki, İmam Hüseyni öldürüm. Biləsiniz, Kufədən çıxanda, Kərbəlaya gələndə plan bu deyildi ki, İmam Hüseyni öldürüm. Bizə niyyəti nə idi? Axı, gedir, səhv edir, gedir. Axı, indi özünə bir dənə nəsə deməlidir, axı. Nə deyim, nə? Adama vicdan deyər ki, niyə gəlirsən Hüseyni öldürməyə? Nə deyim? Cavab belə oldu, gelib deyəcəm ki, səni öldürməyə gəlməmişəm. Sən də nə olar, yolun ayrılsın, mən də yolum ayrılsın. Danışaq, razılaşaq. Bu fikrindən çıxdı. Qədəmlərini qoydu. Gəldi, çatdı, düşmüşü tərəddüdə. Gördün, İmam Hüseyin fikrindən dönmür. İmam Hüseyin fikrindən dönmür ki. Bu qalmışı tərəddüddə xəbər çatdırdılar İbn Ziyada. İbn Ziyad məktub yazdı. İbn Ziyad Ömər Sədə məktub yazdı. Dedi ki, Ömər Səd, fikri, qərarı ver. Əgər sən istəmirsənsə bu işi görməyi, bu işi görməyi istəyən var, şimir keçə bilər qabağa.
Bu tutuldu. Artıq qərar verməlidir. Dedi, mənə bir gün möhlət verilsin. Bir gün möhlət verildi. Ömər Sət öz-özündə deyib fikirləşdi ki, tövbə eləyərəm də. Tövbə. Öldürüm İmam Hüseyni, tövbə eləyərəm. İndi demir bəzi insanlar, Hüseyni Aleyhisselamı öldürüb, bəlkə tövbə eləyib, lənət oxuma. Lənət oxuma. Deyir, lənət oxuma, günaha düşərsən. Bir dəfə də mənə yaxşı dedi. Dedi, o boydu işi görüb, mən lənət oxuyuram, o onu bağışlayacaqsa Allah Taala, mənə də lənət oxuduğuma görə bağışlar yəni ki. Mən o boydu işi görmədim. Yaxşı, bu neynədir ki, tövbə eləyərəm? Götürdü oxu, birinci atdı, atandan sonra dedi, İbn Ziyada deyirsiniz ki, mən başladım. Ondan sonra hərmələrin oxu gedib. Birinci Ömər Sət oxu atdı. Bədbəxt elədi özünü. Özü birisi nə dedi? Münafiq idi də, münafiq bax. Üzün tutdu qoşuna, dedi, ya xeyləllah, ey Allahın ordusu. İmam Hüseynlə vuruşur, ha? Deyir, ey Allahın ordusu. Erkəbi, minlərinizə, bil cənnəti əbşiri, cənnət sizə müjdə olsun. Yəni, İmam Hüseyni qətl eləməyin sonu cənnətdir. İmam Səccad deyir, orada bəzi insanlar var idi, bir qism. Onlar da aldandı. Elə bildələ ibadət eləməyə gəlbilər. İmam Hüseyni öldürməyin Allaha yaxınlaşdırırlar. Amma başda duranlar münafiq idi. Nifaq əhli idi bu iş etdirdi onlara. Özü İmam Hüseyni özünün sözüdür, deyir ki, İmam Hüseynin Aşura günü çıxışı deyir, Sələltum aleynə seyfən lənə fi əymanikum. Bizim qılıncımızı bizə qarşı qaldırdınız. Bizim kəlmələrimizlə bizi ilə vuruşdunuz. Yaxşı, bu bir məsələ. Nəticə aldıq ki, əməli problem nifaq yaradır. İkinci psixoloji problemdir. Buna qısa deyirəm, inşallah zikri müsibətə başlayıram. Psixoloji problemdir. İnsan özündə natamamlıq kompleksi hiss eləyir, zillət hiss eləyir, boşluq duyur. Bu boşluğu aradan aparmaq üçün, içini doldurmaq üçün nifaqa üz tutur. Necə baş verir bu? İçindəki bir boşluq hiss eləyir, boşluğu doldurmaq istəyir. Necə doldurum? Neyniyim? Həmən o boşluğu doldurmaq üçün saxta səbəblərə üz tutur. Elə bilir ki, onu əldə eləsəm, izzətli olaram. Ora yetişsəm, o boşluğum dolar. Məsələn, Abdullah ibn Ubey içində bir boşluq duyur. Mən yetişə bilmədim o tacıma, qoya bilmədim. Neyniyim deyir. Bu boşluğu aradan qaldırmaq üçün baxır, görür ki, küfür siması ilə vuruşa bilmərəm. Nifaq simasını giyinir, başlayır Peyğəmbərlə vuruşsun ki, çünki əlbir olduğu insanlar var. Mən sabahda o bir günə danışmalıyam. Bu kimlərlə ünsiyyətdə idi? Çünki Mədinədə neçədən qəbilə vardı, ələl-xüsus onlarla bir kontaktda idi. Üstəgəl müşriklərlə bir kontaktda idi. Ki, bunlarla əlbir olum, yıxım, sonra keçim Mədinənin başına, o izzəti əldə edeyim. İçində boşluq duyur, boşluğu doldurmaq üçün nifaq simasını giyinir, düşür meydanın içinə. Çox sadə. Qüdrətli olmaq üçün, izzətli olmaq üçün, amma başa düşməyib ki, izzət o deyil. İzzət o deyil. Hədisə baxın, nifaqul mər min zullin yəciduhu fi nəfsihi. İnsanda olan nifaq, onun daxilində olan zillət, xarlıq boşluğundan yaranır. İnsanda olan nifaq, içində olan boşluqdan yaranır. Bu hədisdir. Yaxşı. İnsan get-gedə o hala gəldi, yetişir, düşür. Amma izzət orada deyil. İzzət Allahın yanındadır. Hədisdə var, İmam Həsən Əskəridəndir. Buyurur, ma tərəkəl həqqə əziz illa zəlla və la əxəzə bihi zəlil illa əzza. Həqiqəti tərk edən əziz izzətdir. Həqiqəti tərk edən əziz zəlil oldu. Haqqı götürən zəlil izzət tapdı. Bax gör ardasan. Bax gör ardasan. Necə bir günə o Musanın yanında olan, Fironun yanında olan sehirbazda bir günə dəyişdi həyatı.
Deyirlər, Qurana baxın, deyir, fələmmə cəəs-səharətu. Səhərə ərəbdində yenə seyirbazlar. Gəldilər, qalu li Firon, Firona dedilər, əinnə lənə ləəcrən, bizə pul verərsən, nəsə bir şey verəcəksən, mükafat verəcəksən, in kunna nəhnu qalibin, biz Musaya əgər qələbə çalsa, bizə nə verəcəksən? Maddiyyat üçün gəldilər. Gör, nə qədər aşağı yerdədilər, baxın hələ. Qalə nəəm. Firon nə dedi? Dedi, verəcəm sizə. İnnəkum izənlə minəl müqarrəbin. O öz yerində mənə yaxın olacaqsınız. Müqarrəblərdən olacaqsınız, amma mənə yaxınlardan. Elə ki, Musa ilə üzbəüz durdular, Musanın möcüzəsinin qabağında həqiqəti gördülər, tamamilə qaralmamışdı qəlbləri, tamamilə qaralmamışdı. Bir həddə qədər getmişdilər, biraz var idi hələ ağ nöqtələr, ayıldılar, aya baxın, değişildilər. Değişiləndən sonra Musaya iman gətirdilər. Musaya da bunların iman gətirməsi Firon üçün böyük bir dənə müsibət idi. Gör, kim özü iman gətirir? Bir dönəm bunlar Fironu təbliğ edib. İndi Fironu təbliğ edən Musaya iman gətirir. Firon çox narahat oldu. Deyir, sizi çarmığa çəkəcəm. Məsələn, sağ ayağınızı kəsəcəm, sol əlinizi kəsəcəm. Elə əziyyətlə sizi öldürəcəm. Nə cavab verdilər? Qalu lən nusirəkə alə ma cəənə minəl bəyyinatı vəlləzi fətərənə. Neynirsən elə? Biz bu möcüzəni ki gördük, Allahımızı ki tapdıq, sənə deyişmərik. Fəqzi ma əntə qazin. Nə bacarırsan elə, əlüvündən nə gəlirsə elə. Gör, hara gəldir, sən Allah. Səhər bir başqadılar, axşam bir başqa. Fəqzi ma əntə qazin innəmə təqzi həzil həyatə dünya. Sən yalnız bu dünyadan eləyə bilərsən, eləyərsən. Sonra inna amənna. Sözə baxın. Biz iman gətirmişik. Kimə? Bir Rabbina, Rəbbimizə iman gətirmişik. Liyəxfirə lənə xətayana. Allahdan bir dənə istəyimiz var, bizi bağışlasın. Və ma əkrəhdənə əleyhi, yanlışlarımızın üzərindən bir dənə əff eləsin. Minəs sihri, o elədiyimiz işlərimizə görə. Axır sözlər üstünədir. Vallahu xeyrun və əbqa. Əllamə bıraçılarında deyir ki, demədiyə, vəl axirətu xeyrun və əbqa. Cənnət nə yaxşı yerdir. Bunlar bir sıfırdan 100-ə qalxdılar. Deyir, Allahın özünə aşiq oldular. Bir var cənnətə görə iş görmək, cəhənnəmi xofundan ibadə. Bunlar birbaşa Allaha aşiq oldular. Yəni, insan bir günü hardan hara çatdı? Vallahu xeyrun və əbqa. Vallahu xeyrun və əbqa. Yəni, bir neçə dəqiqənin içində Allaha aşiq oldular, deyişildilər. Zəlil oldu, əziz. O qədər izzət tapdı ki, Quran-ı Kərimdə ayəsi var. İndiyəcən ondan danışırıq. Buna deyirlər izzət. Firon oldu nə? Hamımız indi lənət oxuyuruq. Cam üstə düşəndə ama nə deyirdi? O çayda. İman gətirirəm. Dedilər, ələn, indi. Və qədə səytə min qəbil. Biraz qabaqcıdan gətirəydin də. O Fironun öz seyirbazlarının qabaqcıdan iman gətirdi. Hardan ara qalxdı. Əziz oldu, zəlil oldu əziz. İzzət buradadır. Münafiq içində bir boşluq hiss eləyir. O boşluğu doldurmaq üçün, saxta qüdrətlərə sığınır, nifaq libasında, simasında, yəni bir nə saxta bir qüdrət əldə gətirmək üçün, o izzət əldə eləmək üçün nə edir? Nifaq libasında girir cəmiyyətin içinə. Bu da belə. Bəli, insan ola bilər, deyişilsin. Sözümün canı bu idi. Bir günə, hardan hara gəlsin, yetişsin. Mümkündür mənim qardaşım, mənim bacım, heç ruhdan düşmə ki, insan səhər qalxa ayağa, günahları ilə, axşam imanla həyatını keçirə. Mümkündür. Bunun yolu nədir? Bunun bir yolu İmam Hüseyin məclisidir. Vallahi mənim öz sözüm deyil, Allah şahiddir. Böyük-böyük alimlərdən eşitmişəm. Gəliblər, şikayət ediblər yaxınlarından. Mənim, məsələn, yaxımın vəziyyəti pisdir. Deyib, İmam Hüseyin məclisinə getsin. İmam Hüseyini ziyarət eləsin. Gəl, otur Hüseyin məclisində. Həmişə sizə tövsiyə edirəm, ilk öncə özümə. Hərdən adam naümid olur da, deyirsən, mənim necədir vəziyyətim? Yəni, doğrudan da Allah mənə tərk eləyib. Bir dənə bax, gör, Hüseyinə göz yaşı dökə bilirsən. Qəlbin sınır İmam Hüseyinə. Əgər qəlbin sınırsa,
O qəlbin tamamilə möhürlənməyib, qayıda bilərsən. Yaxşı bir söz demişsən. Qayıda bilərsən. Hələ xatamallah alə qulubihim olmamısan, möhürlənməyib. Dönüş mümkündür. Gör, kimin dönüşündən danışdım? Bir günə değişdilər, hara getiləcəklər? Hüseyin qapısında çox rahatdır bu. Çox rahatdır. Ömrümüzü Allah bu qapıda keçirsin. Allah bizi ayır salmasın İmam Hüseyin'dən. İnşallah mən təvəssül edirəm bugün o Kərbəlada məzlum olan bir şəxs ki, az yaşı var idi və istəyirəm ona salam verim. Esselamu aleyke ya bintəl Hüseyin əş-şəhid. Ey Hüseynin balası, o şəhid Hüseynin balası. Esselamu aleyke əyyətüvəl məzlumə əl-bəhiyyə. Ey nurani xanım. Esselamu aleyke ya Ruqayyətəl məzlumə. Ey məzlum xanım, ey Ruqayyə. Salam olsun sənə. 3 yaşı var idi təxminən, 3 yaşı. Qız övladı olanlar bunu həqiqəti bilir ki, ata qızı çox istəyər, adətən belədir. Qız da atanı çox istəyər. Belə xüsusi məhəbbət olur qız uşağı ilə ata arasında. Nəsə bir lütfüdür də, bilmirəm nədir. Adətən belə olur, adətən. Ata Hüseyndir, qız Rüqəyyadır, məsələ budur. Ata Hüseyndir, qız Rüqəyyadır. Bir də bilsən, nə vaxt biraz uşağın qəlbi sınıq olur, anasını itirə, hələ tutaq 1 yaşında, daha atası həm atası həm anasıdır. Rüqəyyanın anasından da Ümmü İshaqdır, amma tez dünyasını dəyişmişdi. Rübab xanım dedi ki, bundan sonra inşallah Rüqəyya mənim, mən özüm nəzər eləyərəm. Zaten Rüqəyyanın qəlbi qırıq idi, anasını itirmişdi. Məzluma xanım bu cür. Amma gəlmişdi atası ilə Kərbəlaya. O Kərbəla çölündə idi bu bala. Aşura günü olanlar oldu. Xeymələr yandı. Bir yerdə yazırlar, xeymələr yanında Rüqəyya yatmışdı. Ümmü Gülsüm deyir, qucaqladım Rüqəyyanı, çıxartdım. Vəziyyət də belə idi ki, uşaqlar qaçırdı. Uşaqlar atların qabağında qaçırdı. Qamçı ilə vururdular. Döyürdülər. Bundan da pis səhnə buyururlar ki, Şamdır, Şam, Şam. Məsumlar özü deyir, Əş-Şam, Əş-Şam, Əş-Şam. Çox çətin oldu bizə Şam. Nə baş verdi? Təxminən 40 dənə mənzil keçiblər bunlar. 40 dənə mənzil keçiblər. Rübab qucaqlayır, deyir Rüqəyyanı. Rüqəyyə hərdə yolda sual verir Rübaba. Biraz Rübaba, elə bilmirəm, çox ağır gəlir bu suallar da. Deyir, o Əli Əsxər bala hanı? Anacan, Rübab, o Əli Əsxər hanı? İmam Səccad deyir ki, məni bir tərəfdən bağlamışdılar əlimə zənciri, ipi. Bir tərəfdən də Həzrət Zeynəbə o tərəfdə. Mən qabaqda, Həzrət Zeynəb tutaq arxada. Biz asta gedəndə vururdular ki, bərk gedəyib. Biz bərk gedəndə uşaqlar yıxılırdı. Vəziyyət belədir. Orada bir balaca bir dənə də qız uşağı da var idi. Bir başqası idi. O deyir, o birisi qız uşağına deyirdi, məsələn, Rüqəyyə xanıma ki, deyir, çox qalıb, çatırıq yoxsa görəsən biz. Uşaqlar belə narahat gelirlər. Gəldə çatdılar o saraya, onlara bir yer verdilər, o xarabə deyilir ora. Getdilər, girdilər, orada qaldılar. Gecənin bir aləmi idi, deyirlər, Həzrət Rüqəyyə, salamunla aleyha, bibisini çağırdı, dedi, bibi Zeynəb, dedi, bəli. Dedi, bibi Zeynəb, atamanı, tutdu söz Zeynəb xanımı, dedi ki, qızım, səfərdədir də atan. Uşaq əl çəkmədi, dedi, nə vaxt gələcək ki? Həzrət Zeynəb söz tapa bilmədi, bir şey deyə bilmədi, ağlamaq tutdu, Ümmü Gülsüm tez gəldi, Rüqəyyanı qucaqladı, qızım gəbirə. Başını qatmaq istədi, bu anda yenə Rüqəyyə qayıtdı ki, bibi, atam hanı, hardadır? Nə Ümmü Gülsüm sakitləşdirə bildi, nə Zeynəb xanım. İmam Səccad özü gəldi, bala gəbirə.
Qucaqladı Rüqəyyanı, gördü Rüqəyya əl çəkmir ki, hanı mənim atam? Möhkəm ağlamağa başladı, səsi götürdü sarayı, səsi getdi, çıxdı oralara. Bir Yezid eşitdi gecənin bir aləmi ki, səsküy götürüb aləmi. Məlun dedi, o kimdir? Dedilər, Hüseynin o yetim balasıdır, o 3 yaşlı qızdır, elə hey atasını istəyir. Dedi, atasını istəyir, niyə vermirsiniz ki ona? Dedilər, kimin, nəyi deyirsən? Dedi, o kəsiyi başı aparın, verin ona. Qoydular bir sinin içinə, üstünə bir parça atdılar, gətirdilər, uşağa yaxınlaşdırdılar. Heç belə hadisə mən bilmirəm olub. Bir 3 yaşında qıza gətirələr, atasının başını, kəsiyi başını verələr. Deyilər, gətirdilər, qoydular onun qabağında. Uşaq deyib, baxdı. Uşaq baxandan sonra dedi, əbəta, mənim atam kəsiyi başa baxır, deyib, mən illəzi əytəməni alə siğəri sinni. Mən bu az yaşımda kim yetim qoydu belə, ata, sənə qurban olum. Mən illəzi xəzzəbə şeybək, atacan, bu saqqalın qana boyanıb, kim bunu qana boyatdı? Mən illəzi qətə vəridəkə, sənin boğazı kim kesib? Ondan sonra deyir, qollarım belə çəkdi, dedi, ata bir də mənim qollarıma, bax, görəcək göyərib Rüqəyyanın. Ondan sonra deyirlər, qucaqladı, deyir, o kəsiyi başı, uşaq deyir, ayrıla bilmir. Uşaq elə ağlamağa başladı, hönkürtü ilə ağladı. Birdən səsi kesildi. Səsi kesiləndə gördülər, huşu getdi. Zeynəb xanım dedi, yox, balamın huşu getmədi. Balam Rüqəyya dünyasını dəyişdi. Balam Rüqəyya dünyası. Gecənin bir aləmini bu uşağı gətirirlər dəfn eləməyə, bastırmağa. İmam Səccad özünü verdi qabağa, baxdı, gördü, ilahi. Nə gördü, bir söz? Baxdı, gördü, bu uşağın bədəni gömgöydü. Bədəni göyərib bu uşağın ilahi. Yadıma bir üstünə düşdü. Necə ki, Əmirül-Müminin Əli əleyhissalam Həzrəti Zəhraya qüsur verəndə əlinə baxdı, gördü, göyərib. Bir yerdə idi, başını qoydu, deyir, divara. Elə ağladı. Dedilər, ata, sən dedin, bizi ağlamama ağlayırsan. Dedi, əlimdə idi o sınıq qabırğı. Sınıq qabırğı, ya. Uşağı deyir, dəfn elədilər. Dəfn eləyəndən sonra deyilər, Zeynəb xanım düşdü aşağıya, o dəfn qəbrin içinə. Baxdılar, gördülər, Zeynəb çıxmır qəbrin içindən. Gördülər, üzünü qoyub Rüqəyyanın üzünə. Bala, gəl gedək daha. Bala, gəl gedək. Ay, qardaşımın yadigarı. Gəl gedək. Bala, qurban olum, Rüqəyya. Ay, Hüseynimin əmanəti. Deyir, çıxdı qəbirdən, Ümmü Gülsüm elə ağlayırdı. O qədər ağladı, gördü, Həzrət Zeynəb gördü, çox ağlayır. Dedi, axı, sən Əbəlfəz gördün, Əli Əkbər gördün, Hüseyn görmüsən, Ümmü Gülsüm, niyə belə ağlayırsan? Dedi, elə yanıram. Dedi, nəyə yanırsan? Dedi, dünən gecə idi. Deyir, bu Rüqəyyə bala gəldi, dedi ki, bibi, bir çörək var mənə verəsən, yiyim. Dedim, bala, dünən axşamdır, bir şey yoxdur gözdə. Dedi, mənə su verərsən, su da qalmamışdı. Mən yandıran bilsən nədir? Bu söz son sözüm olsun, İmam Zaman da mənə bağışlasın. Dedim, bacı, mənə yandıran budur ki, bu elə atası kimi şəhid oldu ya. Ələ lənətullah, ələl qavmiz zalimin. Gördüm təbəxdə qanlı baş, gördüm təbəxdə qanlı baş, rüxsarə tökdün qanlı yaş, bildin ağac möhkəm deyil. Bildin ağac möhkəm deyib, öpdüm o ləblərdən yavaş. Sən naz edərdün afağa, batdın niyə toz torpağa. Get bəlkə tapdın əkbəri, lay lay de qanlı torpağa. Get bəlkə tapdın əsğəri, lay lay de qanlı qundağa. Gəlin hamımız gedək Şamın xərabəsinə,
Hamımız səsimizi qoşaq xanım Zeynəbin səsinə. Zeynəb bir yana qaçırdı, xanım Rübabım Məcüsüm hərə bir yana qaçırdı. Xanım Zeynəb yana yana